Göyçayda uzun illərin həsrətinə son qoyulub. 1992-ci ilin fevralında Xocalı soyqırımında itkin hesab olunan Göyçay rayonunun Mırtı kənd sakini Nuriyev Aydın Nərimanoğlunun qalıqları doğulduğu evə gətirilib. Uzun illərdən sonra doğma yurduna dönən şəhid Aydın Nuriyev 5 noyabr 1966-cı ildə Mırtı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakı Yüngül Sənaye Texnikumunda təhsil almış, daha sonra hərbi xidmətini Rusiya Federasiyasının Murmansk vilayətində şərəflə yerinə yetirmişdir. 1988-ci ildə hərbi xidməti başa vurduqdan sonra doğma yurda dönən Aydın Nuriyev Xocalı tikiş fabrikində çalışıb. Lakin 1992-ci ilin fevralında Xocalı işğal olunanda tərəddüd etmədən silaha sarılıb. Milli qəhrəman Tofiq Hüseynovun rəhbərlik etdiyi Xocalı Könüllü Müdafiə Batalyonunda döyüşlərə qatılıb və qəhrəmancasına şəhid olub. Uzun illərdən sonra onun qalıqları doğma Mırtı kəndinə gətirilib və bugün vida mərasimi keçirilib. Mərasim şəhidin böyüyüb boya başa çatdığı evin qarşısında başlayıb. Tədbirdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, aparat nümayəndələri, hüquq mühafizə orqanlarının rəhbərləri, din xadimləri, idarə və müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları və qazilər iştirak ediblər. Mərasim çərçivəsində cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub. Onun vətənə sədaqəti və igidliyi gənc nəsil üçün əvəzsiz örnək kimi vurğulanıb. Saat 11:00-da Mırtı kənd şəhidlər xiyabanında mərasim davam edib. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, şəhidin ruhuna hörmət əlaməti olaraq yayılım atəşi açılıb. Daha sonra Aydın Nuriyev torpağa tapşırılıb. Mərasimdə iştirak edənlər şəhidin həyat yolunu xatırlayıb, onun igidliyini və vətənpərvərliyini yad ediblər. Şəhidin ailəsinə və yaxınlarına dərin ehtiram ifadə olunub. Göyçay bir daha öz igid oğlunu böyük hörmətlə son mənzilə yola salıb. Aydın Nuriyev vətən torpağının azadlığı və millətinin şərəfi uğrunda canını fəda edən qəhrəman kimi yaddaşlarda əbədi yaşayacaq. Ruhun şad olsun. Qəhrəman şəhid Aydın Nuriyev. Vətən səninlə fəxr edir. Etibar Bəşirov, Göyçay namı. Cennet olsun o qəbrin nurla, nurla dolsun o məkanın cennet. Cennet olsun o qəbrin nurla, nurla dolsun o. Bugün şəhidim köçdü evimizdən, itdi gözümüzdən, ama getmir qəlbimizdən. Bugün yenə vətən ağlayır, sen uyu şehidim, sen uyu mezarda. Mekanın cennet, cennet olsun oğul, qəbrin nurla, nurla dolsun oğul. Mekanın cennet, cennet olsun oğul, qəbrin nurla, nurla dolsun oğul. Ana ağlama, yara bağlama, oğlun şəhid oldu. Yarım ağlama, ürəyi dağlama, qəbrin nurla doldu. Ana ağlama, qara bağlama, oğlun şəhid oldu. Yarım ağlama, ürəyi dağlama, qəbrin nurla doldu.